Məsələ burasındadır ki, biz ilkin olaraq öyrənirik natural ədədlər anlayışını. Natural ədədlər N hərfi işarət olunur. Kim deyər? Natural ədədlər çoxluğuna hansı ədədlər daxildir? Əşyaların Əşyaları sayarkən istifadə ədədlər çoxluğu. Yəni 1, 2, 3 və s. sonsuza qədər davam edir. Sonra natural ədədləri bir-birinə bölərkən yarandı kəsr ədədlər anlayışı. Kəsr ədədləri bizdən keçdik. Kəsr növləri var idi. Adi kəsr, düzgün olan kəsir, onluq kəsir, dövrü kəsir və s. Fərqi yox. Bu kəsir növləridir. Daha sonra natural ədədlərin naturalı çıxarkən ortaya bir ədədlər anlayışı çıxdı. Tam ədədlər çoxluğu. Tam ədədlər çoxluğu nə deməkdir? Natural ədədlər ədədlərin əksi, bəli. Və 0. Və 0. Bunlar bir yerdə nə əmələ gətirir? Tam ədədlər çoxluğu. Bəs bu ədədlər, 3 ədəd sistemi çoxluğu birləşib nəyi əmələ gətirir? Rasional ədədlər. Rasional ədədlər çoxluğu. Rasional ədədlər çoxluğu beynəlxalq olaraq Q hərfi ilə, yəni bizim bildiyimiz Q hərfi ilə işarə olunur. Demək ki, biz rasional ədəddən danışırıqsa, rasional ədəddən söhbət ediriksə, rasional ədəd deyəndə bunun içərisində nə var? Mənfi, müsbət, sonluq, sonsuz, tam, kəsir. Bunlar hamısı nə sayılır? Rasional ədəd. Bir də rasionalların bir qoşması var, Q'. Bunun adı nədir? İrrasional. İrrasional. Yaşa. Nə deməkdir irrasional ədədlər? Kim deyər? Rasional olmayan ədədlər. Dövrü olmayan onluq kəsrlər irrasional ədədlər deyilir. Baxın, irrasional kəmiyyətlər dövrü olmayan kəsirlərdir. Götürə bilərik pi. Pi neçədir? 3,14 yuvarlaq götürürük. 14. Amma əslində 3, 1, 4 sonsuza qədər nə ilə davam edir? Sonu yoxdur, dövrü kəsirdir. Daha sonra başlayın, sonsuz dövrü olmayan kəsirdir. Y. Y-nin dövrü varmı? Biz Y-ni qəbul edirik. 2,71. 2,7 götürürük adətən, ən çox belə götürürük. Amma Y-nin dövrü yoxdur. Bir də kök altından çıxmayan bütün ədədlər nə sayılır bizim üçün? İrrasionaldır. Məsələn, kök altda 5-dən nə çıxır? 2 tam neçə sonsuza qədər gedir. Bunun dövrü yoxdur. Bax, biz bunlara deyirik irrasional kəmiyyətlər. Kök altında 13 və s. Və rasionalla irrasional ikisi birləşir, əmələ gətirir nəyi? Həqiqi ədədləri. Bizim vaxtımızda buna H deyirdik. İndiki zamanda ingiliscə R deyirlər. Bəli, real. Həqiqi ədədlər çoxluğu, real ədədlər çoxluğu. Demək ki, həqiqi ədəd deyəndə bunun içərisində nə var? Rasionallar, irrasionallar, yəni mənfi, müsbət, gökdən çıxan, çıxmayan, sonlu, sonsuz, dövr olan, olmayan bütün ədədlər sistemi nə sayılır bizim üçün? Həqiqi ədədlər sistemi. Buna biz həqiqi ədəd deyiriksə, yalançı ədəd də var. Xeyr. Yalançı yoxdur, amma demək olar ki, var. Xəyali ədədlər yox. Bəli, xəyali ədədlər çoxluğu. Biz xəyali ədədlər çoxluğu hansıdır bizim üçün? Kvadratı mənfi bir 10 ədədlər. Və xəyali ədədlə də həqiqi ədəd birləşib əmələ gətirir ədədlər kompleksin. Amma hələ ki biz bunu keçməyik sizlə. Bura tələsməyək. Yəni, görək qoşulan kimdir? Xədicə. Xədicə, salam. Necə biraz gec qoşuldun? Biraz yox, nə çox gec qoşuldun? Salam müəllim, üzr istəyirəm, biraz gecikdim. Dəqiqən. Demək ki, biz hələ ki əmri saxlayırıq harada? Həqiqi ədədlər çoxluğunda. Aha. Sən həqiqi ədədlərdən danışırsansa, həqiqi ədədlərin içərisində bizim bildiyimiz və gördüyümüz bütün ədədlər çoxluğu nəyə daxildir? Həqiqi ədədlər çoxluğuna daxildir. Və biz həqiqi ədədlər bölməsinə aid
test tapşırıqları yazırıqsa, o zaman bizim qarşımıza nələr çıxacaq? Gəlin onlara baxaq. Bilməli olduğumuz anlayışlardan elə gəlin əslində biz bunun işləyəcəyik sizlə kvadrat göllər və həqiqi üslü qüvvət anlayışında. Amma bu bölmədə bu mövzu haqqında biraz danışmalıyıq. A üzərində 3. Burada A-nın adı nədir? Əsas. A üstü. 3 ad nədir? Qüvvət. Qüvvət. İndi A üstü 3 vurulsun, A üstü 5. Buna deyirik əsasları eyni olan qüvvətlərin hasılı. Niyə? Hər ikisinin əsası A-dır. Əsasları eyni olan qüvvətləri bir-birindən vurarkən, bəli, əsas olduğu kimi qalır, qüvvətlər toplanır. Əsasları eyni olan qüvvətlərin hasilini taparkən, əsas olduğu kimi qalır, qüvvətlər toplanır. Toplayırıq mən qüvvətləri. A üstü 3 üstündə 5. Bunun adına deyirlər qüvvətin 5-ə vuracağım, 15. Qüvvət nəyə bərabərdir? Qüvvətlərin hasili. 15-ə. Acca səbirli olun, sonra da müzakirə edəsiniz qarışmasın. Sonra yazırıq A üstü 7 bölünsün A üstü 2. Əsasları eyni olan qüvvətləri bir-birinə bölərkən B də baxın, A üstü 7 bölü A üstü 2. Əsas olduğu kimi qalır, üstlər çıxılır. A üstü 5. 5, A üstü 5. Birdə ola bilər ki, qüvvətlər eyni olar, əsaslar fərqli. Məsələn, 3 üstü 2 vurulsun 5 üstü 2. Burada 2-ni qüvvət kimi saxlayaraq yuxarıda, 3-ü vuraraq 5. 3 vurulsun 5. Olar 15 üstü 2. Aydın oldu. İndi biz bunları niyə yazırıq? Gəlin davam edək. Uşaqlar, bəzən həyatda biz çox böyük sayla qarşılaşırıq. Çox böyük kəmiyyətlərlə qarşılaşırıq. Məsəl üçün, belə deyək, an olaraq sizin evinizdə olan, yəni məndə olan bütün test kitablarında, vəsaitlərdə olan hərf və rəqəmlərin sayı. Biz də eyni şey demişdik. Daha ki biz bunu saydıq, oldu 23, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bu qədər. 23 yanında 11 dənə 0. Belə bir kəmiyyət, heç adını da bilmirəm, maraqlı deyil, yəni adını sayıb da maraqlı deyil. İndi sən hər dəfə bunu yazanda 23 yanında 11 dənə 0 qayıdıb sayarsan, ya 0-ın hər hansısa birinin səhv yazılırsa, gör nə boyda hesab səhvine yol vermiş olarsan, ya 0-ın bir qayısı 0 sayırız. Artıq bu tür kəmiyyətləri ifadə edərkən biz istifadə edirik nədən? Standart şəkil anlayışından. 2 vurulsun 10 üstü 12. Yazırıq ki, standart şəkil nətərdir? Məsələn, bunu yazaram. 2,3 vurulsun 10 üstündə. Bax, vergülü bura attım mı? Görürsünüz. Ara attım vergülü. Tam bura. Vergülü bura atmışamsa, ora qədər neçə rəqəm gəlmişəm? 11 dənə 0, bir də bu. 12. Olur 2,3 vurulsun 10 üstü 12. Burada 2,13-ün adı nədir? Əsas. Qiymətli hissə. Qiymətli hissə. Yaxşı. 12-nin adı nədir? Tərtib. Tərtibi. Bax, bu ifadə yuxarıdakı nə olur? Standart şəkli. Standart şəkli. Avogadro sabiti var. Nə tər idi? Altdan %2 vuraq 10 üstü 23 deyəsən. Elə yadına qalan. Məsələn, sən bu ifadəni göstərmək üçün 602 yanında 21 dənə 0 yazmalısın. Gör nə qədər böyük kəmiyyət. Amma artıq biz bunu ifadə etmək üçün istifadə edirik bundan. Bax, bu bizim olur standart şəkil. Bu sualda qiymətli hissə neçədir? Altdan %2. Tərtib 23. Gəlin baxaq, qiymətli hissə və standart şəkil anlayışında olan suallar. Məsəl üçün yazıram. 2700 yazaq. Baxın, həmişə belə bir məqama toxunuram. 2700-ü 27 vurulsun 10 üstü 2 yazsam, səhv yazıram. Müəllim, düzdür, amma qiymətli hissə 1 ilə 9 arasında olmalıdır. 1 ilə 9 arasında olmalıdır. Onsuz da 2,7 olur. Düzdür. Yazım ifadə yanlışdır. Ay yaşa. Çünki 27 vurulsun 100
eləyər 2700. Düzdür Amma müəllim. standart şəkil deyil. 1.9 arasında. Çünki Yazıram. qiymətlisi 1.9 arasında. Yazıram 0,27. Vuraq 10 üstü. AVG bırakmışam mı? 1, 2, 3, 4. 4 rəqəm gəlmişəm. 10 üstü 4. Səhvdimi? Yox, düzdür. Yəni 0,27-ni 10 minə vursan 2700 edir. Düzdür. Amma bu standart şəkildə göstərilmiş ədəd deyil. Amma əgər yazsaydık ki 2,7 vuraq 10 üstündə var vergi bırakmışıq da 1, 2, 3. 10 üstü 3 bəli bu nədir? Standart şəkil. Standart şəkil. Burada qiymətli hissə neçədir? 2,7. 2,7. Tərtib Üç müəllim. neçədir? 3. 3. Aydın olmadı. İndi gəlin nəyə Aydın baxaq? müəllim. Biz ədədli standart şəkillər salarkən qiymətli hissə 1-dən böyük və ondan nə olur? Kiçik olur. Kiçik. 1 də ola bilər, 1,3 də ola bilər, 8 də ola bilər, 9 da ola bilər. 1 ilə 9 arasında mənim. Yox, əslində 1 ilə 9 düzə yazırıq, amma əslində yazılış səhvdir. Yəni 1 ilə 10 arasında bir daxil şərti ilə. Məsələn 9,7-dir. Axı 9,7 9-dan böyükdür. Ha, bilin nə demək istəyirəm? Məsəl üçün yazıram 3000. 3000-i necə yazmaq olar? 3 vurulsun 10 üstündə 1, 2, 3. Oldu mu? Standart şəkli. Problem varmı? Xeyr. Dəriyə mikrofon açırsan. Dəriyə mikrofon aç, sual cavab ver. 0-dan deyirəm sual. 0,00019. Bunu standart şəkildə ifadə elə. Görüm işdirəm. 0,19 yazırıq mənim. Vurulsun 10'da 3. 10'da 3 nə? 10'da 3 mənim. Belə 10'da 3 bunu deyirsən. Yox müəllim 10 üstü 3. Hə 10 üstü demək istəyirsən. Müəllim, deyim. Yox, sən demə. Səncə düz yazdın mı? Yaxşı. Hər şeydən qabaq. 0,19 vuraq 10 üstü 3, yəni 1000. Eləyir 190. Sən necə oldu ki, bu ifadəni 190-a bərabər elədin? Elə şey olur. Mən 1.9 olmalıdır. 1,9 vurulsun 10 üstü mənfi 6. Mənfi 6. İndi qayda bunu silək. Bu səhv anlayışdır. Düzdürmü? Yazaq. Sən 0,119 deyə... Hə, ev yox. 0,119 deyə bilməzsən. 19 da deyə bilməzsən. Deyə bilərsən 1,9. Bura 10 üstündə var vergi buraxmışıq. 1, 2, 3, 4, 5. 5 dəfə. 10 üstü 5. 10 üstü 5 yox, 10 üstü -5. Çünki axı baxırsan mı, geriyə sayılır bu 19 mənfi olur. Hə, 0 tam neçə ilə gəlir. Onca mənfidir. Məsəl üçün 0,7-ni 7 vuraq, onun üstünə yazmaq olar. -1. Mənfi 1. Çünki 7, 10 üstü -1, 10'da 1 deməkdir. Yəni 7 vuraq 0,10'da 1 deməkdir. Həqiqətən 0,7 eləyər. Problem Xeyr. olmamasında. Bax, bu bizim qarşımıza çıxa biləcək məqamlardan biri. Standart şəkil və qiymətli hissə və tərtib. Problem yoxdur inşallah. Yoxdur. Sonra keçək növbəti hissəyə. Tam və kəs hissə anlayışına. Yəni biz birbaşa toxunmağa çalışırıq bu mövzuda bizə lazım olan məqamlara. Tam və kəs hissə anlayışı nədir? 5,9. Tam hissə neçədir? 5. Kəs hissə 9. 9,9. mənfi 5,9. Tam hissə neçədir? Mənfi 6. Mənfi Mənfi 6. 5. Mənfi 5. Bir dəqiqə çalır. Mən kontrol edirəm. Niyə ki? Amma da lazım yox. Götür çapı. Götür. Yox, on deyil, qara. Nə? Qara, kampi. Kampi? Qonaq otağı. Bir dəqiqə. Aha. Mənfi 5,9. Tam hissə neçədir?
Mənfi Mənfi 6. Mənfi Mənfi 6. altı. Bəs kəsilsə? Mənfi 6. 0,1. 0,1. O zaman da Maşallah, bir. üzə hər kəs bu sualı bilir, hə? Bir də qaydaq, məsələn, baxaq. 2 tam, mənfi 2 tam 10-da 3. Tam hissə neçədir? Mənfi. Mənfi. Mənfi ədədlərin tam hissəsi özünə bir vadələrdə gələn. Beləmi? Bəs kəs hissə? 0,7. Tamam bence. 0 tam 10-da 7. Yəni bu ifadəni birə tamlayan ədəd. Bu hardan çıxır? Bax, biz dedik ki, 5 tam 10-da 9-un tamsisi 5-dir. Və kəsilsə, xasilsə. Bir dənə geniş var. Ədəddən tam hissəni çıxsa, qalar onun nəyi? Kəsr hissəsi. Bir də qaydırıq. Ədəddən tam hissəni çıxsan, onun nəyi qalar? Kəsr hissəsi qalar. Sanki kabel iyi gəlir, amma tuta bilmirəm hardan gəlirsə, yanır sanki. Məsələn, yazırıq. 3 tam 10-da 7. Tam hissə neçədir? 3. Və kəsr hissə ədəddən 3 tam 10-da 7-dən tam hissəni çıxırıq. Qalır onun nəyi? Kəsr hissəsi. Problem var. Xeyr. İndi gəlin baxaq, bu cavabı hardan aldıq? Mənfi 2 tam 10-da 3. Tam hissə neçədir? Mənfi 3. Kəsr hissə ədəddən mənfi 2 tam 10-da 3-dən çıxırıq tam hissəni. Baxsan Lələşova. Ədəddən çıxdım tam hissəni. Çıxarkən mənfi qarşıda mənfi olacaq plus 3. İndi biri müsbət, biri mənfi. Modulca böyükdə, modulca kiçik çıxır. Müəllim çıxılacaq, tamam da 7. Aydın oldu mu? Bəli. Bəli, müəllim. İndi burada biz nəyə baxacağıq? Bir də dəstəyənlə. Neysə. Kök altında 19. Tam hissə neçədir? Elə 19. 4 tam, 4 müəllim. 4 əlbəttə ki. Yəni sən düşün də, kök altında 19-dan təxminən çıxar 4 tam neçə? 4 tam 10-da 3, 4 tam 10-da 2 nəsə bir şey. 4-dən biraz böyük. Axı 4-ün kvadratı 16 eləyir. 4 tam neçə çıxarsa, əlbəttə burada tam hissə nəyə bərabər olacaq? 4-ə bərabər olacaq. Tam hissə 4. Bəs kəsr hissə? Kök altı 19, 4. Kəsr hissəni tapmaq üçün ədəddən nəyə çıxır? Tamı. Kök 19 çıxar 4. Bax, bu da bu nəyidir? Kəsr hissəsidir. 15 deyən kimi də ağsaqqal 19-dan kök 19-dan 4 çıxa bilərsən. Olduğu kimi qalaraq insafsız. Həm nə də çıxır bunun cavabı? Bax, kök altı 19-dan çıxır 4,3 məsəl üçün də təxminən. 4,3-dən çıxsan 4-ü qalar 0,3, 12 nəsə bir şey. Yoxsa yenə kəsr hissəsi qalır yerdə. Demək ki, ədəddən kök altı tam hissəni çıxsan, o nəyə qalır? Kəsr hissəsi. Bir də yazıram. Kök altında 70. Tam hissə neçədir? 8 müəllim. 8. Çünki kök altında 70 7-dən böyükdür, 49 edir. Amma 8 mənim eləmək 8-dən böyükdür, 9-dan kiçik. Burada 8-dən necə çıxacaq? 8-dən 10-da 2 falan çıxar təxminən. Demək, tam hissədir burada? 8. Və kəsr hissə ədəddən çıxırıq kəsr. 70 çıxılsın 8. Yenə problem var. Bir də davam edirik. Hafiz. Kök altında 30 plus 2 tam və kəsr hissəni tapın deyir. Artıq bu ifadələrdə tam və kəsr hissəni tapmaq üçün bir hesablama aparırıq. Nə demək istəyirəm? Kök altında 30 plus 2-dən təqribi cavab çıxarırsan. Kök altında 30-dan təxminən kök neçə çıxar? 5. 5 tam neçə? Gəlin 5 tam 10-da 3 deyək. Nə fərqi? 12-dir, fərqi yox.
Plus 2. Təxminən cavab eləyər 7,3, 7,5, 7,6 özü bilər. Yəni, sənin konkret tam hissən neçədir burada? 7. 7. Gəl tapaq kəsr hissəni. Kəsr hissəni tapmaq üçün ədəddən çıxmalıyıq nəyi? Tam hissəni. Aynı olmadı. Oldu. Oldu Olacaq müəllim. kök altında 30 minus 5. Oldu bunun kəsr hissəsi. Və yaxud da niyə belə olduğunu tapmaq üçün gəl düşünün. Kök altı 30-dan çıxarmı 5 tam neçə? Çıx 5, qalanımı 0 tam neçə? Görün, elə kəsr hissəsi qaldı. Bu hissə də sən aydın olmadı. Qoy bir də yazım buna aid. Bir də yazıram. Fatimə, başa düşürsən bu sualları? Problem varsa Bəli müəllim. dəqiq. Bəli. Amma mən sənə sual verəndə sən buna cavab verməmişdin, amma yadında belə qaldı. Mənə münafiq sual verməmişdiniz. Doğrudan deyirsən. Kök altında 60 plus 1. Kök altında 60 plus 1 təxminən Fatimə neçədir? 7. 7, 8 müəllim. 7, 40. 7,5 falan nəsə bir şey. Plus 1 eləyər məsəl üçün deyək, 8,5 nəsə. 8, tamamı 8-də. Kəsilsə, kök altında 60 plus 1-dən çıxaram 8-i, kök altında 60 minus 7. 7. Tam və kəsilsə Allah aşkına qırağa qoyaq. Bəli. Bu bölmədə neçə anlayışa baxmışıq Bəli bayaqdan? müəllim. Neçə anlayışa baxmışıq bayaqdan? 2. 2. Birincisi hansı idi? Qiymətli isə tərtib. İkinci nədir? Tam isə kəsr isə anlayış. Aha. Əgər bunu da tuta biliriksə söhbəti, davam edirik mütləq qiymət. Modul. Yoldaşlar, modul nədir? Moduldan ancaq müsbət çıxır da müəllim. Bilirsən, modulda ancaq müsbət çıxır. Başlanğıcına araya qədər məsafə olan. Öyle sən söz demişdin, çox xoşuma gəlir sənin izahın. Bir də açıq aydın deyə bilərsən? Mənim hesablama başlanğıcına A ədədinə qədər olan məsafəyə A-nın modulu deyilir. Məsəl üçün, bu ədəd oxunu biz götürürük. Bu 0 da bilirsiniz. Buradan belə müsbətdir, buradan belə mənfidir. Məsələn, bu A nöqtəsidir. A gəlib düşür, tutaq ki, 7-yə. Onda A-dan bura qədər məsafə neçədir? 7. Məsələn, bura bir B nöqtəsidir. Gəlib düşür, mənfi 8-ə. Onda B-dən bura qədər məsafə neçədir? Mənfi 8. Necə? 8. 8. Görürsünüz, götürün mənfi 8 demədiniz. Biz məsafəni nə cür qəbul edirik? Müsbət qəbul edirik. Deməli, B ədədin modulu koordinat başlanğıcından və ya əslində koordinat başlanğıcı hesab başlanğıcı fərqi yoxdur əslində. Hesablama başlanğıcından B nöqtəsinə qədər məsafəni göstərir. Və moduldan alınan cavab təbii ki, həmişə müsbətdir. Çünki məsafə müsbətdir. Və bu necə izah olunur? Həmişə müsbət çıxır, çox belə savadsız və səhv bir cümlədir. Mahiyyətcə eynidir, amma belə deməliyik ki, əgər A ədədi 0-dan böyük və ya ona bərabərdirsə, modulda A-dan elə A çıxır. Bu nə deməkdir? Yəni, əgər modul, bax, cümləni belə qurur, yadda saxlamaq lazımdır. Modul daxili ifadə, yəni A-dan gedir. Müsbətdirsə, yəni 0-dan böyük, 0 da ola bilər. Onda olduğu kimi çıxır. Bir də qaydıraq. Modul daxili ifadə müsbətdirsə, nə baş verir? Olduğu kimi çıxır. Məsəl üçün, yazılan modulda mənfi 9. 9 nədir? Yazılan modulda 9. Burada A-nın qiyməti neçədir, kim deyər? 9 müəllim. Elə A-dan olduğu kimi çıxmalıdır. Elə 9 neçə çıxır? 9. Görürsən, elə A, yəni 9, elə A kimi 9 kimi də çıxdı. Demək, şərt nə oldu burada? Modul daxili ifadə müsbətsə olduğu kimi çıxır. Gəl ikinci hala baxaq. Modul daxili ifadə mənfidir. Bu da 0 ola bilər əslində, amma deyə bilərik bunu əslində, belə deyə bilərik. Əgər modul daxili ifadə mənfidirsə, onda modulda A-dan elə A çıxır desəydik, görək nə baş verərdi.
Mənə bir dənə qiymət deyin modulda. Neçə deyirsiniz? 8. 7. Ay kişi, A mənfidir. Sıfırdan kiçik daha. -7 müəllim. Yaxşı, yazdım. -7. -7 yazdım. Baba, A-nın qiyməti neçədir qağa? -7. Sən -7. dedin ki, elə A da çıxır. -7. Sizcə bu doğrudur? Xeyr müəllim. Hamımız müsbət daxil. Müəllim müsbət 7 tutmalıdır. Deyil. Müsbət 7 olmalı. çıxır. Onda şərti belə qoyuruq. Əgər modul daxili ifadə mənfidirsə, yəni sıfırdan kiçik və yaxud da sıfıra bərabərdirsə, fərqi yoxdur. Modulda A-dan A-nın bilirsiniz nəyi çıxır? Əksi. Mənfi. O zaman deyirlər ki, mənfi A. Bax, bilirsən, mənfi A çıxmır. A-nın nəyi çıxır? Əksi. Axı sən Əksi. burada A-ya verdiyin qiymətlər mənfi qiymətlərdir. Çünki mənfilər toqquşur, müsbət olur. Aysa, bu mənfi onu nəyə çevirir? Müsbətə. Elə bil, bax, bu mənfi əlində arıslaha durub bunu gözləyir. Sən buna mənfi qiymət verən ki, bu mənfi onu nəyə çevirir dəqiqə? Çevirəcək müsbətə. İndi siz burada ayəncə demişdiniz, mənfi 7 demişdiniz, düzdürmü? Bərabərdir. Baba, bu həmənki mənfidir, mənlik deyil. Mənlik deyil. A-nı yazıram bura, yəni səni mənfi 7-ni. Baba, həmənki A, həmənki A. Amma A-nın qarşısına yazdım bu dəfə, mənfi. Bu mənfi nəyə çevirir? Müsbətə. Müsbətə. Yenə aydın olmadı. Aydın dönəlim. Cümlə nətərdir? Modul daxili ifadə müsbətdirsə və ya sıfıra bərabərdirsə, olduğu kimi çıxır. Modul daxili ifadə sıfırdan kiçik və ya sıfıra bərabərdirsə, nəyi çıxır? Əksi çıxır. Əksi. Aydın olmadı. Aydın dönəlim. Aydındırsa, onda bu da sizə aydın olmalıdır. Görək nə? Yazaq bura. Modulda 13, kök altı 13 deyək də, -4. Deyir ifadəni sadələşdirin. Sizcə bu ifadə mənfidir yoxsa müsbətdir? Müsbət. Müsbətdir. Mən necə müsbət deyim? Necə müsbət olur? Mən bu ölçəm bilirəm. Kök altda 13, kök 4-dən daha doğrusu böyükdür. Xeyr müəllim. Lakin sən Yəni mənfi olur, modulda da müsbət olmur. mən onu deyim. Mən sənə dedim ki, bu ifadə mənfidir yoxsa müsbət, yəni söhbət modul daxili ifadədən gedir. Zaten burada anlamca həmişə müsbət olacaq bu öz yerində. Yəni söhbət modul daxili ifadədən gedir. Modul daxili ifadədə 4-ü sənə verib. 4-ü yerinə kök altı 16 yazmaq olar yoxsa olmaz? Olar. Olar müəllim. İndi kök altı 16 böyükdür yoxsa kök altı 13 böyükdür? 16. 16. Deyim modul daxili ifadə nədir? Böyük. Mənfi. Mənfidir. Mənfidir. Çünki Mənfidir. 13-dən çıxar 3-dan neçə? 4 eləyər, eləməz axı. 4-ün kartını 6 eləyir. 3-dan neçə? Çıxılsın 4 eləyər mənfi. Elə deyilmi? Mənfi olduğu üçün bu ifadənin əksi çıxır. Yəni kök altda 13 - 4 yox, bax əksi. Qarşıda mənfi ilə çıxır. Bu da qarşıdakı mənfi nə edir? Bu nə olur? Əksiləşir. Bu olur müsbət, bu olur mənfi. Olur 4 - kök altında 13. Bir də yazıram. Modulda kök altında 20 - 5. Bu ifadə mənfidir yoxsa müsbət? Mənfidir. Mənfi. Mənfidirsə, Mənfidir. onda Mənfidir. ifadə 5 - kök altında 20 olacaq. Yenə aydın olmadı, əksi çıxacaq. Aydın. Aydın dönəlim. Aydın. Bir də yazıram. 3 çıxaq kök altında 10. Bu ifadə mənfidir yoxsa müsbətdir? Evet. Müsbət. Müsbət deyən ağsaqqallar kimdir heylə? Mənfidir. Mənfidir müəllim, mənfi. 3 kök altında 9 edir. 9 yaza bilərik. Necə olur ki, Ondan da 9 10 ondan çıxır, mənfi böyükdür? qalır. Xeyr müəllim. Mənfidir. Mənfidirsə nəyə çıxacaq onda? Kök altında 10 minus. 10 çıxılsın. Yenə aydın olmadı. Aydın Müəllim dönəlim. oldu. Müəllim aydındır. Bu da modul ifadələrdən bizə verəcəyi sual. Tutuq söhbəti. Bəli. Bəli müəllim. Məsələn, indi inşallah işləyəcək o suallardan. Və bir də bir məqam fikir verək, belə sual çıxarsın qarşınıza həqiqət anlayışında. Modulda yenə qızmaya başladı. Modulda deməli 2x plus 10 plus
y minus 8 bərabərdir 0 şərti ödənərsə, x vurulsun y hasilini tapın. Nə edə bilərik? Kim deyər? Bu neçdən? Mən birinci ədədləri olduğu kimi yazaq, sonra islah aparaq. Dəniz, sən həmən deməliydin ki, əgər iki modulun cəmi sıfıra bərabərdirsə, ümumiyyətlə, iki dənə toplanan cəmi sıfır ola bilər. Niyə olmur ki? 0 üstəgəl 0. Niyə sıfır? Mənfi 7 üstəgəl 7 sənə nə verəcək ki? Vermir. İki toplanan cəmi o vaxt sıfır olar ki, bunun bir obisinin əksi olsun. Amma bu şey orada mümkün deyil. Arada pil düşərəsi var. Hər ikisi moduldan çıxır. Hər ikisi sıfırdan böyük olacaq. Sıfırdan böyük iki ədədin cəmi sıfır ola bilməz. İki modulun cəmi o vaxt sıfırdır ki, birincidən mümkün deyil, hakisdə çıxa bilməz. Moduldur bu. İki modulun cəmi o zaman sıfırdır. Birincide sıfır olsun, ikincide sıfır olsun. Yəni 2x plus 10'da sıfıra bərabər olsun. X eləyir mənfi 5. Y minus 8 də sıfır olsun. Y eləyir 8. X y olacaq mənfi 40. Biz nə demək istəyirik? Bəli. Əgər iki modulun cəmi sıfırdırsa, bu yalnız o zaman mümkündür ki, hər ikisi sıfıra bərabər olsun. Bir də yazıram indi. Bu sualı sənə belə də verə bilərdi. 2x plus 10'un kvadratı plus y minus 8'in kvadratı bərabərdir 0. Burada nə edə bilərik? Yenə eyni məqam. 2 dənə kvadrat değil mi? Bunların cəmi heç vaxt 0 ola bilməz. Müsbət çıxır da. Bir dənə haldan başqa. Bu da 0 olsun. Bu da 0 olsun. Onda x olacaq mənfi 5, y olacaq məsəl üçün 8. Yenə aydın olmadı. Aydın. Bax, sualı belə də verə bilərdi. Sualı bundan da verə bilərdi. Üçüncü də var. Üçüncü nə verə bilərdi? Kim deyər? 2x plus 10 y minus 8 bərabər 0. Cüt dərzidən verirsə, axı burada mənfi qiymət çıxa bilməz. 2 dənə cüt dərzidən kökatı ifadənin cəmi 0-a bərabərdirsə, onda 2x plus 10 da 0-a bərabərdir. 10 y minus 8 0-a bərabər. Y eləyir neçə? 8. Bu da üçüncü şərt. 3 şəkildə verə bilər. 3 dənə fərqli formada verə bilər. Aydın oldu mu? Bu da bizim modul daxili ifadələrimiz. Mütləq qiymət anlayışı, daha doğrusu. İndi bilməli olduğumuz məqamlardan biri də hansıdır burada? Yəni bizim qarşı çıxan məqamlardan biri. Əgər həqiqətən testin işləyirsə, mütləq şəkildə demək, tam və kəsrsiz anlayışını bilməliyik, həqiqət anlayışını bilməliyik. İndi sizlə baxacağıq rasional və irrasional anlayışına. Dedik ki, kök altında 3. Bu bizim üçün rasionaldır yoxsa irrasionaldır? İrrasionaldır mənim. İrrasional. Bu irrasionallıqdan qurtarmaq üçün nə etmək lazımdır? Müəllim, onu kök altından çıxartmaq. Yəni, necə çıxartacaq? Çıxartmaq üçün nə etmək lazımdır? Kvadrata yüksəltmək lazımdır müəllim. Sən ifadəni əslində dururca ifadə edilməzsən, sən sual sənə belə yazır, Allah ona heç bilmirsən. 1 bölünsün kök altında 3. Deyirəm, məxrəci irrasionallıqdan azad edin. Nə edə bilərsən ki? Belə olan halda biz nə edərik? Qoşmasına vururduq müəllim. Ay, sağ ol, qoşma. Qoşma nədir? Qoşma, belə deyək də, kök altı üçün qoşması elə kök altında 3'dür. Olacaq kök altında 3'ün kvadratı kök altında 3 olacaq 3 bölək kök altında 3. Nəhlə şey sana. Kök altında 3 bölünsün 3. Və Cavid bilirsən bu adı niyə qoşmadır? Çünki bax bu ikinci kök altında 3 var ya, bax bu. Bu xaxın uşağıdır. Yaxşı uşaqdır. Valideyn istəyər ki, bax bunun öz oğlu var ya, o kök altından çıxmayan, bunu görürsən dostum.
Bu Bəli. xalqın uşağına yoldaşlıq eləsin, buna qoşsun ki, bu bunu uçurumdan nə etsin? Görürsən nə elə? Xilas edəsin. Ay sağ ol. İndi qoşma anlayışına, bu oradan gəlir qoşma sözü və qoşma anlayışına inşallah siz iləride 3 dənə yerdə qarşılaşacaqsınız səvə. Bunlardan biri də xəyaliyyət anlayışıdır. Məsəl üçün, hansı ki, əyədi xəyaliyyədən qurtarmaq üçün onu orada da qoşmasına vururuq. Xəyallardan götürünü çıxartmaq üçün. İndi də burada əyədi kök altından çıxartmaq üçün, uçurumdan çıxartmaq üçün nə vururuq? Qoşmasına. Niyə qoşmasına? Onu oradan çıxardır da, eləmi? Qoşma ədədi irrasionallıqdan azad edən şeydir. Bildin mi qağa? Yazıram 2 bölünsün kök altında 3 minus 1. Yenə məxrəc irrasionaldır. Buraq qoşmasına. Yazıda qalsın minusun qoşması plusdur, plusun qoşması minusdur. Onda biz bunun sürətin və məxrəcin kök altında 3 plus 1'ə vuracaq. Elə olsa, məxrəc kök altında 3 minus 1, kök altında 3 plus 1 olacaq. Yuxarıda 2 vurar, kök altı 3 plus 1. Məxrəc olacaq bir dəfə fərqi bir dəfəcə. Müxtəsər bulma düsturu vardı. A kvadratı minus B kvadratı nə verdi bizə? A minus B vurulsun A plus B. A plus B. Aha. Onda məxrəc olacaq. Kök altda 3'ün kvadratı minus 1'in kvadratı. Hə qardaş? Yəni neçə olacaq? 2. Yuxarıda 2 vurulsun, kök altda 3 plus 1 var. Yəni 2 vurar, kök altda 3 plus 1. 2'lər gedər, qalar. Kök altında 3 plus 1. 3 plus 1. Tutmadıq fikri? Bəli. Onda yaxşı. Kök altında 5 plus 2'nin qoşması nədir? Kök altında 5 çıxılsın 2. Minus 2. 5 minus 2. Olacaq kök altında 5'in kvadratı minus 2'in kvadratı olacaq 21. Yəni 25 diyor. Mən nə? Bir dəqiqə şahsət yazdım. Mən nə yazdım bura? Kök altda 5'in kvadratı minus 2'in kvadratı olacaq neçə? 5 minus 4 cavab olacaq 1. Yeni aydın olmadı. Aydın. Bax, bu da oldu bizim üçün qoşma ədədlər. Qoşma ədəd nə üçündür? Qoşursan ki, ədəd irrasionallıqdan azad edəcək. Qarşılıqlı tərs, qarşılıqlı əks ədədlər cümlədir. Nə deməkdir qarşılıqlı tərs ədədlər? Hasili birə bərabər. 5'in tersi 5'te 1. Bəli, A ədədilə B ədədin hasili birə bərabərdirsə. Buna deyirik nə? Qarşılıqlı tərs ədədlər. Məsələn, A bərabərdir 1 bölünsün B-yə. Bir-birinin tərsidir. 5'də 3'ün tərsi neçədir? 3'də 5. 3'də 5. Olsun biz. 3'də 5. Bəs qarşılıqlı əks ədədlər hansılardır? Cəmi 0'a bərabər olur. Cəmi 0 olur. Məsəl üçün, mənfi 7 plus 7 bərabərdir 0. 7. 3'ün əksi nədir? Mənfi 3. Mənfi 4'ün əksi neçədir? 4. Müsbət 4. Buna da biz nə deyirik? Qarşılıqlı əks ədəd anlayışı. Yenə aydın olmadı. Oldum mən. İndi buradakı suallara gəlin baxaq. Əslində sadə suallar. Məsələn, sual üstə bizə nə deyir? Qarşılıqlı tərs ədədlərini göstərin. Qarşılıqlı tərs bunların hansı nəyə bərabər olmalıdır? 1'ə. Sizcə cavab nədir burada? 1'ə. Deyim müəllim, C-dir. C-dir. C-da 1'i 8'də 7'dir. O birisi 1 tam 7'də 1. Onu yaza bilərik 7'də 8. Hansı bərabərdir 1'ə? Və yaxud da sual 4'dədir. Ayıb sualı da. Deyir, mənfi 7 tam %82 hansı iki qonşu ədəd arasında yerləşir? 7 və 8. Mənfi 8 mənfi 7. Bura düşər mənfi 7 %80. Bəli, mənfi 7 mənfi 8 arasında. İləriyə doğru geçsək. Yəqin Asan suallardır müəllim. Gəlin məsələn 7-ci suala baxaq. Bilmirəm, rahat işləyəsiniz. İnşallah problem olsa eyvada bir də baxacağıq. Mənfi 7,3 plus, modul nə ilə? Mənfi 3,8 plus 7,3. İndi gəlin nəyə baxaq? Biz bu qaydaları heç bilirikmi? Birin toplamlardan biri mənfidir, biri müsbət. Nəyə dedik bu zaman? Mən 7,3 ikisində 7'də mənfi 3,8. Bir dəqiqə. Əgər toplananlardan biri mənfidirsə, biri müsbətdirsə, o zaman nə edirik?
Modulca Böyükdən böyük. kiçik çıxıb böyük işarəsi. Modulu böyük olan seçirik Modulca müəllim. böyükdən, buradan modulca böyük 7,3. İşarəti. Modulca kiçiyi çıxıb böyük işarəsini yazırıq. Əgər Böyük mənfi işarəsi müsbətsə. var. 7,3-dən 3,8-ə çıxsaq, qalar məncə 3,5 deyəsən. Və burada Mənim böyük müsbət. işarəsi müsbətdirəm, olduğu kimi qalır. Minus nə var? Müsbət seçirik. 7,3. 7 tamam. Hə. Bunda çıxanda eləyər, yenə də bu dəfə Modulu- yenə böyükdən kiçiyi çıxaracaq. Modulu böyük olan işarəti seçirik. Müəllim mənfi. Mənfi 7,3. 7,3-dən çıxaraq 3,5-in 5-in. qalar 8, 3. Deyəsən 3,8 qalar. Aydındır? Bəli. Bəli müəllim. Özə nə? Mənfi. Çünki Mənfi. işarəsi mənfi. Mənfi. İndi baxacaq, yəni problemlərə görə harda olsa işləyəcək yəqin inşallah. Məsəl üçün bayaqdan danışdığımız məqamlardan biri, baxaq sual. Ondorda baxarıq mən. Elə 14, nə bilməyək, 14 praktik sual deyil. 15-ə baxaq müəllim. Neçə? 15. 15-ə baxırdım, mən də 14-ə baxacaq sonra. 14-də əvvəl baxaq mötərizənin içərisinə orta məxrəci eləyəcəyik. 3-ün və 9-un orta məxrəci 9-dur. Birinci kəsini hər tərəfini vururuq 3-ə. Bax bunu. 3-ə vursa eləyər 9-da 3. 9-da 1 məlumat edir. Minus 9-da 1. Bölmə, kəsin bölməsində birinci olduğu kimi qalır, ikincinin tərsinə vururuq. İkinci tərsinə çevirilir. Vururuq mənfi 3-də 1-ə. Minus. Bu 16-dan üstü 2. 16 oran 3-ə 48 üstə gəlir 2. 50. Bölünsün mənfi 9-da 1. 9-da 1. Hə, bölünsün yox, olacaq nə? Vurulsun. Axı, bölək Vurulsun. mənfi 9 tərsinə çevrilir də. Bərabərdir. Birinci tərəf olacaq 9-da 2. Bəli. Ha, Vurulsun. Vurulsun neçə? Mənfi 3-də 1. 1. Burada Vurulsun. mənfi vurulsun, mənfi olacaq necə? Müsbət Müsbət, 3-də müsbət. 50 vurulsun 9-da 1. 1. Bərabərdir. Mənfi vurulsun müsbət olacaq mənfi, yazaq bunu birbaşa. 9-da 6. 6. Plus, burada vursa, 9 nə deyik? 27-də 6 27. məlumat. Aha. Bu birisi olacaq 27-də 50. 50. O da bərabər. Biri müsbətli, bir mənfi. Nə olacaq böyükdən kiçik çıxaraq? 50-dən çıxsaq 26-nı qalacaq 27-də 44. 4. O da bərabər neçəyə? 1 tam 27-də 7-də 23. neçə? 23. 9-da 1 qaldı. Müəllim, 7 uzaxı. Mən ona 9-da. baxıram ki, hadisə nə idi bu? Siz buradasınız? Ayrılmamısınız ki? Yox, xeyr müəllim. Xət birdən götürür, birdən gözlə görür. Müəllim, o 27-də -6 yazmısınız. Onu məndə səhv yazmısınız. 2 olmalıydı müəllim. 2-ni 1-ə vuranda 2 eləyir. Hadi səbrin olsun, mən onu izləyirsən. Fikrim qaldı ki, insansə qabil eləyəcək, bilməm nə məsələdir. Neymiş, burada 9-u vurmuşuqsa yazmışıq 27, kağıt burada 2-yə də vurmuşam, necə görürsən. Eləyir 2. Deməli, mənfi 27-də 2 plus olacaq 27-də 50. Neçə eləyər? 27-də 27-də 5. 25. 25-də insafsız. Nə 48-də? Aha. O da bərabərdir. 48-i böləcəyik 27-yə. Düşər 1 tam. Neçə qalar? 21 məlumat. 21. O da bərabərdir. 1 tam 3-ə gedər. Qalar 9-da 7. Olar mı? Bəli müəllim. Bəli. Nəsə kabelliyi gəlir. Ha, varam. Kompüterdən gəlmir onu görəm ki. Yəni sən kompüter... Şu an sizin telefonlarınızda qızma olmur. Olur mənim müəllim. Olur müəllim arada. Bu boyda kompüter, özdə personal kompüteri dəyişdi, bu bir sənə keçdi. Yəni, buradakı ucuz bir kompüter deyil də, parametre yetəncə yüksəkdir.
Ondan beri gün ərzində hardasa təxminən bir 6-7 saat dərs keçdiyim vaxt olur da. Məsələn, yanıq gələcək onun. O qədər qızır ki. Hə, məsələn, baxaq sual. Çok kızanda sönmür kompüteriz. Haycan. Çok kızanda sönmür kompüteriz. O çox qızıb sönürsə artıq o kompüter aparatla deməkdir. Çünki artıq o prosesor var ya, atqaz eləyir. O termopasta quru olanda olur. Bunun termopastası zadı mən faizdə aldım. Bir dənəsini almışdım. Bu 2300 almışam. O birisi 1850 almışdım. Yəni parametr yüksək əslində. Amma yenə ondan belə video kartın elə bil açıq lazım. Orada səhv elədim, zəif aldım. Əsas prosesor falan, əsas bunlara video kart lazımdır mənə. Çünki bu görüntü qrafik proqramlarda o video kart çox güclü gedir. Məsələn, məndə bu dəqiqə Erkin traktor işlədir. Yəni o Lopus o qədər güclü işləyir ki. O da ki, məsələn, planşetim var, planşetlə işləmək xoşuma gəlmir. Kompüterdə heç rəyəm açmır. Fikirləşəm ki, faizdə inşallah ki, masa üstü kompüterin birdən güclüsünü yıldıracaq. Gəlin baxaq 15-ə. 15-ə baxsaq, 15-ci sualda deməli, kök altında 3 minus 2. Minus kök altında 3 plus 2. Bax, bayaq biz bu haqqında danışdıq. Burada şərt nə idi? Şərt belə idi ki, modul daxili ifadə müsbətdirsə olduğu kimi qalır, mənfidirsə əksi çıxır. Sizcə bu ifadə müsbətdir yoxsa mənfidir? Mənfi deməli. Əlbəttə mənfidir. Çünki 2 kök altında 3. Ona görə olacaq 2 minus kök altında 3. Görürsünüz, əksi çıxdı. Minus. İkinci ifadə təbii ki, müsbətdir. Olduğu kimi qalar. Amma biz bunu niyə aldıq mötərizə? Çünki qarşıda mənfi var. İşarələr əksinə dəyişəcək. İndi sadələşdirək. 2 minus kök altında 3. Bu mənfiyə görə olacaq minus kök altında 3. Minus 2. Aydındır. 2'lər nə var? Gedir, qalır mənfi 2 dənə kök altında 3. Kim deyər? 17-ci sual asan maraqlı sualdır. Deyir, modulda x-dən mənfi x çıxıb. Nə zaman bayaq danışdıq? Mənim elə A-nın özü çıxır da. Cavan oğlan sən. Niyə boşdur? Kişi, biz dedik ki, modulda x-dən x-də çıxa bilər. Modulda x-dən x-in əksi də çıxa bilər. Nə zaman əksi çıxır? Nə zaman əksi çıxır bilər? Birə bərabər olanlar məli. Mənfi sonsuzluq. Mən mənfi olanda. Cəmi sıfıra bərabər olanda. Cəmin nə əlaqəsi var? Ay kişi, modulda x-dən x-in özü çıxır. Modul daxili ifadə 3. Elə özü çıxır. 3 kimi çıxır. O zaman çıxır ki, müsbətdir. Amma modulda mənfi 3-dən 3-ün əksi çıxır. Yəni isə çıxır 3. 3. O zaman özü çıxır ki, 0-dan böyükdür, bərabər olur. O zaman baxırsa mənfi oldu 3. Əksi çıxır ki, 0-dan nədir? 0-a bərabər və ya 0-dan kiçik olanda da əksi çıxır. Danışdıq axı biz bunu. Bura cavab olacaq D bəndi. Mənfi sonsuzluqdan 0-a qədər nə verirsə ver, əksi çıxacaq. Məsələn, mənfi 3 verdim, 3 çıxdı. Mənfi 7 versəm 7 çıxacaq. Bilmədik. Bildik mənim. Bu tapşırığı götürürsünüz evə. Nə qədər müəllim? O yazmadan sual olanda oradan buradan oğurub gətirmir. Yəni oğuramaya görə qoşulmuşsunuz bu dərsə. Heç kimsə məcburi qoşmur. Müəllim nə qədər yazır? Bu 3-cü günüdür, eləmi? Bəli. 60 dənə 62 dənə götürün elə, az hissə qalsın. 62 daha. Sabah dərs var. Sabah əlavəmiz yox. Yəni bizim öz dərsimizin vaxtını bilirsiniz. Nə vaxt deyə bilərsiniz? Tək günlər müəllim. Saat 7-də. Yəni imkan olanda əlavə. Ay sağ ol. Sadəcə imkan olanda, yəni əlavə salıram. Yəni amma sabahlarım burada olmayacaq. Ona görə yəqin ki, əlavə etməyəcəm. Çox böyük ehtimal. Yəni sabah yol çıxmayacağam. Hayca? 62-dən götürək müəllim. 62 dənə, hə. 60-dən götürək. İndi dərs vasın bir dənə görəcəm dərsi qrupa. Yaxşı? Əvvəl qaydalara baxın, qayda oxuyun, sonra işləyin. Sağ olun. Allah'a emanet olun. Sağ olun.